Salam dostlar, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu günlərin paxlava resepti paylaşıram. İndi isə keçelim paxlavanın hazırlama qaydasına. 800 qram unun üzərinə 1 çimdik duz əlavə edirəm, 250 qram yumuşaq kərə yağı əlavə edirəm, 200 qram xama əlavə edirəm, 2 ədəd yumurta əlavə edib qarışdırıram. Bütün ərzaqları unla qarışdırdıqdan sonra üzərindən yarım çay qaşığı quru maya əlavə edib hamur yoğururam. Hamuru yoğurmaq üçün yarım stəkan süddən istifadə etdim. Paxlavanın hamurunu yoğurub qoyuram kənarda yarım saat dinlənsin. Keçirəm paxlavanın şərbətini hazırlamağa. Şərbəti üçün 300 stəkan şəkər tozu götürmüşəm. Üzərindən 2 stəkan su əlavə edib qoyuram qazın üzərində qaynasın. Şərbət qaynadıqdan sonra şərbətin içərisinə 2 dilim limon əlavə edib qarışdırıb qoyuram kənarda soğuması üçün. Keçirəm paxlavanın içliyini hazırlamağa. Evdə hazır içlik var idi, mən onu istifadə etdim. İçliyin üzərindən bir hörək qaşığı hil əlavə edib qarışdırıram. Dinlənən hamuru masanın üzərinə alıb 16 ədəd kündələrə ayırıram. On 16 ədəd kündənin ikisini böyük tutdum, qalanlarını balaca kündələdim. Kündələdiyim ən böyük kündəni götürüb masanın üzərinə alıb, üzərindən un səpib oxla ilə yayıram. Hamuru soba listinin ölçüsü boyutda yaydıqdan sonra soba listini yağlayıb yaydığım hamuru soba listinin içərisinə əlavə edirəm. Kənarlardan çıxan artıq hamuru kəsib götürürəm. Üzərinə yağ töküb fırça ilə hər tərəfinə gələcək şəkildə yayıram. İkinci kündəni də yayıb digər hamurun üzərinə əlavə edirəm. Üzərindən yağ əlavə edib fırça ilə hər tərəfinə gələcək şəkildə yayıram.
Hazırladığım içlikdən hamurun üzərinə əlavə edib əlimlə hər tərəfinə gələcək şəkildə yayıram. Üçüncü kündəni də yayıb soba listinə əlavə edib əlimlə hər tərəfini yaxşıca bərkidirəm. Hamurun artıq hissələrini kəsib götürürəm. Üçüncü qatın da üzərindən yağ töküb fırça ilə hər tərəfinə gələcək şəkildə yayıram. Paxlavanın arası üçün istifadə etdiyim yağ 400 qramdır. Yağladığım hamurun üzərinə hazırladığım içlikdən əlavə edib əlimlə hər tərəfinə gələcək şəkildə yayıram. Kündələrin hamısını eyni qayda ilə hazırlayıram. On dördüncü kündəni də yayıb soba listinə əlavə edib üzərinə içlik əlavə edirəm. Son olaraq 2 kündənin üzərindən içlik əlavə etmirəm. Son 2 kündəni də yayıb soba listinə əlavə edirəm. Paxlavanın üzərini hamarladıqdan sonra paxlavanı uzunsov formada kəsirəm. Paxlavanı uzunsov formada kəsdikdən sonra paxlavaya forma verib paxlavanın üzərinə 2 ədəd yumurtanın sarısının üzərinə 2 hörək qaşığı bitki yağı əlavə edib qarışdırıb paxlavanın üzərinə çəkirəm. Mən üzərlərini bu şəkildə bəzədim. Paxlavanın siz istədiyiniz formada bəzəyə bilərsiniz. Əvvəlcədən qızdırdığım 200 dərəcəlik sobada paxlavaları bişirirəm. Paxlavanın üzəri qızardıqdan sonra paxlavanı sobadan çıxardıb bıçaqla dilimləyib arasına vırdığım yağdan yarım stəkan artıq qalmışdı.
Paxlavanın üzərinə əlavə edib qoyuram sobada, üzəri qızarana dək bişsin. Paxlavamız artıq pişdi, hazırdır. Üzərinə hazırlayıb soğutduğum şərbəti əlavə edirəm. Videonu bəyəndinizsə kanalıma abunə olub videolarımı like edib şərh yazmağı unutmayın. Yeni videolarda görüşmək ümidi ilə Allah'a emanet olun.